Hepatit B daşıyıcısı olmaq hər zaman bir təhlükəsizlik hissi və ya arxayınlıq yaratmalıdırmı? Mən hepatit B daşıyıcısıyam, mənə bir şey olmaz deməyin. Hepatit B bildiyimiz kimi cəmiyyətdə hər 100 nəfərdən 4-ündə rast gəlinən xroniki bir qaraciyər xəstəliyidir. Qaraciyəri zədələyən, qaraciyər sirrozuna səbəb olan və qaraciyər xərçəngi kimi bir çox əlavə problemləri bərabərində gətirən bu xəstəlikdə daşıyıcıyam, mənə bir şey olmaz demək əvəzinə heç bir şikayətimiz olmasa belə 6 ayda bir gastroenteroloq həkimə getməyiniz, bəzi analizlərdən, müayinələrdən keçmək, ultrasəs və qan analizləri ilə bəzi yoxlanışlardan keçmək sizin sağlamlığınız üçün məsləhətdir. Çünki hepatit B primer onkogen dediyimiz qaraciyərin hüceyrəsinə və hüceyrə daxilindəki DNT-yə tamamilə inteqrasiya ola bilmək xüsusiyyətinə malikdir. Bu səbəbdən qaraciyər sirrozu yaratmadan belə birbaşa qaraciyər xərçəngi törətmə potensialı daşıdığı üçün son dərəcə təhlükəlidir. Burada önəmli olan tədbir görməkdir. Sadəcə daşıyıcı olduğu halda qaraciyər xərçəngi ilə yaxalanan çox sayda xəstəmizin olduğunu bilmək bu mövzuda insanlarda müəyyən bir fərqindəlik yaradıb tədbir görmələrini təmin etməlidir. Nəticə olaraq hepatit B ciddi bir xəstəlikdir. Daşıyıcı olsaq belə bunu önəmsəyək və vaxtaşırı həkim nəzarətindən keçək və buna laqeyd yanaşmayaq.